Salam dostlar. Bugünkü video çəkilişimizdə bal arılarının yaranması və yaşam prosesi haqqında danışacağıq. Yəni ki, bal arıları pətək gözlərində bir müddət müəyyən bir dövr üçün bala halında pətək gözlərindən çıxması üçün müddət tələb edir və daha sonra müəyyən bir müddət üçün yaşayıb hansı iş qabiliyyəti və iş fəaliyyətindən məşğul olurlar. Yəni ki, arılar, ana arı, işçi arı və erkək arı fərqli günlər dövründə pətək gözlərindən çıxırlar və daha sonra fərqli günlər ərzində öz həyatlarını yaşayıb sonlandırırlar. Yəni ana arı 3 gün müddətində yumurta atma dövrüdür ki, hər bir arı 3 gün pətək üskük gözlərində yumurta halında mövcud olur. Daha sonra ana arı 5 gün müddətində larva dönəmi deyilən, yəni açıq qurd dönəmi deyilən bir dönəm prosesi yaşayır ki, bu prosesdə çox sürətli böyümə və inkişaf etmə gedir. Çünki arılar özü-özündə qidalana bilmədiyi üçün ətrafdakı pətəkdəki arılar onları qidalandırır və 5 gün müddətində onlar 5 qabıq dəyişirlər. Daha sonra isə pupa dövrü başlayır, yəni qapalı qurd dövrü. Bu dövrdə isə artıq bir dəfə qabıq dəyişirlər. Ana arı 8-ci pupa günü pətək gözlərindən bala halında çıxırlar. İşçi arılar isə 3 gün yumurta dönəmini yaşayır. Daha sonra 6 gün pupa atırlar və açıq qurd dönəmi yaşayır. Daha sonra 12 gün isə qapalı qurd dövrü, yəni pupa dövrü yaşayırlar. Daha sonra isə bala arı, işçi arı halında pətək gözlərindən yeşiyə keçirlər. Və eyni zamanda erkək arılar 3 gün müddətində yumurta dönəmi yaşayır və daha sonra 7 gün larva dönəmi keçirdirlər, açıq qurd dönəmi keçirdirlər və 14 gün isə qapalı pupa qurd dövrü, yəni qapalı qurd dövrü yaşayırlar. Və arılar yeşikdə bala halında mövcud olduqdan sonra müəyyən bir müddət üçün yaşam prosesləri keçir. Yəni ana arı 5-7 il arasında yaşama qabiliyyətinə malikdir və yeşikdə bir ədəd mövcud olur. İşçi arılar isə əvvəlki videolarımızda dediyimiz kimi 21 gün yeşik daxili proseslərdə və 21 gün yeşik xarici proseslərdə iştirak etdiyi üçün işçi arılar 35-40 gün yaşam prosesi keçirirlər və mövsümə uyğun 20.000 və 60.000 arası say etibarilə dəyişirlər. Erkək arılar isə 150 gün, 160 gün yaşam prosesi keçməklə yeşikdə 20-50 arası say etibarilə dəyişirlər.